Bir həkimin kontenti necə olmalıdır? Blogerləşmək ən böyük problem budur. Əlbəttə ki, günümüzdə axına düşmək üçün, trendə düşmək üçün istifadə olunan metodlardan biri də bugün blogerlərin çox istifadə elədiyi trend videolardır. Amma bu trend videolara belə çəkərkən düşünmək lazımdır ki, bu bizim imicimizə necə təsir edəcək. Çünki həkim həm tibbi etikalı qorumalı, həm peşəkarlıq səviyyəsinə nəzarət etməlidir. Çünki bəzən çəkdiyimiz videolar bizi peşəkar deyil, qeyri-peşəkar göstərə bilər. Əlbəttə, keşfətə düşmək, çox izlənmək, çox şərh almaq, rəy almaq maraqlı ola bilər. Amma bu rəylərin çoxsu da negativ ola bilər. Ona görə də diqqət edəcəyimiz mövzulardan biri də çəkdiyimiz kontentlərdir. Kontent çəkərkən peşəkarlıq səviyyəsini qorumalı, videolar keyfiyyətli olmalı, eyni zamanda verdiyimiz məlumatlar yararlı olmalıdır. Əlbəttə ki, peşəkar videolar deyərkən biz tibbi ağır yükdən bəhs etmirik, tibbi terminoloji yükdən bəhs etmirik. Bu videoların əsas mövzusu pasientlərimizlə aramızda quracağımız bağ və eyni zamanda çəkdiyimiz videoların maarifləndirici, keyfiyyətli və ötürücü olmasıdır.